Sovet hökuməti, Sovet İttifaqı imperiya idi. Özünü imperiya kimi baxdı. Tabii. İmperiya özünə ideoloji tarix uydurmalıdır, yaratmalıdır, Tabii, mif olmalıdır hər saçmalıdır. zaman. Biz imperiya dövləti deyilik, biz realist. Bax bu kimi Nə yanaşmalar bizi yenə illüziya, məcara falan gedir. Əbülfəz Elçibəyin bütöv Azərbaycan ideyası özünün təsdiqini tapmadı. Bu günləri qəbul eləməli. Böyük şəxsiyyət, böyük insan tapmadı. Niyə İnançı tapmadı? Bolokrat rejiminin, pasçı rejimin əsas dediyi ki, bütün Azərbaycan ideyası mifdir, Pakistan məsələsi bizim heç bir dövlətə bu günləri ərazi iddiasını hansısa bir şəkildə hədəf kimi mənə sonra siz heykəl qoyarsınız. Mənə sonra siz heykəl qoyarsınız çünki zahidilər də. Oradan siz heykəl qoyarsınız ki, bu həqiqətləri vaxtında söylədi, dinləmədiniz. Azərbaycan bu ərazi ilə, bu bütövlüklə yetinib, bunu ayaqda saxlamaq üçün babalarımızın bunu saxlamalı. Bu dövlət Novruzəlinin qurduğu dövlətdir. Bu dövlət Axundovun qurduğu dövlətdir. Unutmayın. Bu dövlət Sərdabinin qurduğu dövlətdir. Və mən nəticədə bu Elçibəyin qurduğu dövlətdir. Sən dedi davam edirəm. Bu Heydər Əliyevin, İlham Əliyevin qurduğu Amma sizin qurduğunuz dövlət deyil. Nə danışırsan sən? Sizin qurduğunuz dövlət deyil. Çünki siz elə fikir ver millətin içi ancaq siz Əziz Nesin də böyük yazıçı idi. Həqiqətən dahi idi. Amma Türkiyəni elə təsvir edir ki, adam o heykəllərin, əsərlərini oxuyun, yəqin oxumusunuz. Çünki reallığı göstərəndə sevmirlər axı. Deməli, qoy deyəcəm. Azərbaycan bəxti ki, Xruşov indi realist bir iqtidar var. Etik görünməsi də deyəcəm. 60-cı illərdə abstraksiyonistlərin sərgisi olub şeydə. Xruşov gedir, baxır və sonra gəlir xüsusi mərkəzi komitənin qərarı çıxdı ki, bu olmaz, burjuva nədir və s. Onun orada məşhur sözü var. Deyir, niyə pis deyirsən? Onu deyirlər. Deyir ki, bilirsiniz, bunlar necə insanı təsvir edirlər? Deyir ki, necə? Deyir ki, elə bir ki, unitazın altında oturursan, o insan adlanan şeydən onu o çox üzr istəyirəm dinləyicilərdə onu görürsən. Sən bu millətdə ancaq elə o Novruzəlinin görürsən. Əksinə mən səni görürəm, sənin təhlükəni görürəm. Niyə görürəm? Pənapə niyə görürəm? Sənin kimi ziyalı, aydın, özünü sayan adamlar. Yox, bizimki deyə dövləti qurmayıb axı. Dövləti quran. Dedim də dövləti kim qurur? O zehniyyətlə dövlət qurulmaz. Ondan milyon dənə İranda var. İranda var. Biz indi dövləti quran kimdir? Dövləti seçkin insanlar qurur. Dövləti quran Rəsulzadədir, Bəli, mən də deyirəm ki, bu seçkin insanlar harda yetişdi? Hamısı, yox, deyim, bətnində yetişmədi. Deyim, hamısı yetişdi. Hamısı Molla oğluydu. Hamısı ruhani ailəsindən çıxan adam idi. Minlərlə ruhani ailəsindən çıxan adam var. Yeri gəlmişkən. Qori müəllimlər seminariyası. Yeri gəlmişkən. Rus Tatar məktəbi, bunları yetişdirdi. Bunu niyə danır? Bir dənə Molla ailəsindən çıxmayan nə qədər o Rusiya təhsili, Avropa təhsili alıb sonra milli xadimət çəkmiş adam saya bilərsən? Yüzlərlə adam var. Məsələn, mən sənə deyim, Əli bəy Hüseynzadə. Bəli. Kimin nəvəsi? Babası Şeyxülislam idi. Rəsulzadə. Onda atası ruhani idi. Hamısı Mirzə Şəfəli. O göstərici deyilmişsiniz bəli. Bizim qarşımız beynimizi yumaq və bizi kimliyimizi məhv eləyib bir quru bir şeyə çevirmək istəyənlərin əsas məsələsi o idi ki, İslam cəhalətdir. Siz bataqlığın içindəsiniz. Sizin molla verilən təhsilin hamısı sizə. Niyə Fazil? O təhsilə görə gəlmədilər ki.